Günə otağımı toz soranlamaqla başladım. Bugün Hira Shop'dan Alisa'ya hədiyyə gəlmişdi. Otağımı təmizlədikdən sonra getdim sifarişi götürməyə. Hira Shop əl işləri olan aksesuar səhifəsidir. Şəmkirdə fəaliyyət göstərir, amma digər rayonlara da çatdırılma var. Səhifədə gördüyünüz bütün hər şey əl işidir. Yəni övladlarınız üçün və yaxud da ki hədiyyəlik baxın bu şəkildə sifariş edə bilərsiniz. Mən hər birini Alisa üçün sevərək istifadə edəcəm. Hətta belə əl işi daraq da var idi. Üzərində Alisa'nın adı yazılmışdı. İzləyicilərimə tövsiyəm odur ki, belə xanımlara dəstək olmaq üçün səhifəni izləməyə alın. Sonra isə hazırlaşdım, çünki bugün rəfiqəmlə görüşməyə gedirik. Şəmkirdə ən çox bəyəndiyim pizza məkanı olan SM Pizzada. Makyajımı etdikdən sonra əynimi geyindim. Belə bir kəmər almışdım Temudan, onu taxıram hal-hazırda. Əslində keçən il almışdım, amma nədənsə bu il daha çox kombinləmişəm. Oriflame-lə sevdiyim parfümü də vurdum və budur, hazıram. Demək olar ki, kombinimdə ağ rənglər üstünlük təşkil edir. Sonra isə İradə ilə bir yerdə SM Pizzaya getdik. Gördüyünüz kimi mərkəzi xəstəxananın yanından dönüsü. Döndükdən sonra yolun sol tərəfindədir. Çox qəşəng, estetik bir məkandır. Hər dəfə demək olar ki, bura gəlirik pizza yemək üçün. Bu vloqum biraz uzun ola bilər. Ümid edirəm sizlər üçün maraqlı olar. Burada pizza hazırlayan ustanın tam 7 illik təcrübəsi var. Pizzalar isə türklər demiş pizza fırınında hazırlanır. Burada İradə ilə qloslarımızı, çantalarımızı və dırnaqlarımızı da göstəririk. Əsl qızlara aid olan işlər. Biraz yox, xeyli söhbət elədik. Bizim üçün əsl terapiya oldu. SM Pizzaya yeni pizzalar gəlir. Baxın, bu amerikanodur. Bu isə kottofungi. Amerikanonun dadını çox bəyəndim. Getsəniz mütləq şəkildə sifariş edin. Mən hələ ömrümdə belə dadlı pizza yeməmişdim. SM Pizzada ümumiyyətlə pizza çeşidləri çoxdur. Ananaslı pizza belə var. Əgər belə uzun vloqlarım sizlər üçün maraqlı olursa, gündəlik həyatımdan belə kadrlar çəkib paylaşa bilərəm. Sonda tuna salatı da yedik və günü sonlandırdı. Təbii ki, yeyə bilmədiklərimizi evə paket olaraq götürdük. Bilirsiniz ki, israfa qarşıyam. Burada da Alisa'nı görürsüz, bağçadan gəlib nənəsi ilə bir yerdə idi. Vloqumu bəyəndinizsə like etməyi unutmayın.